Salam əziz dostlar. Bu gün sizinlə JavaScript proqramlar haqqında danışacağıq. Yəni texnoloji videolarımıza davam edirik. JavaScript proqramlar odur ki, sizin xəbəriniz olmadan sizin proqramınızda hər hansı proqram hər hansı bir icazəyə bağlıdır və bu icazələr də sizin belə deyək, cihazınızı idarə edir. İndi bunları necə aradan qaldıracaq? Bunu sizə 10 dəqiqədən də az müddətdə izah edəcəm. İlk öncə ayarlar bölməsində daxil oluruq. Menüdən aşağı düşürük. Burada güvənlik və konum var. Güvənlik və konumdan baxın, burada cihaz takip mərkəzi. Bura daxil oluruq. Cihazın konumu, mən bunu həmişə bağlı saxlayıram. Çünki belə deyək, cihazın enerjisini yeyir. Sizə də yəni saxlamağa mən məsləhət görmürəm. Burada yəni bağlı olduğu üçün mənə belə bir qırmızı işarə gəlib. Sadəcə güvənlik güncəllənməsinə. Axırıncı dəfə 2025-ci il 25 mayısda güncəllənib. Burada güncəllənməni denetləyə basıram. Güncəllənmə denetleniyor. Gördüyünüz kimi sistem şu anda güncəldi. Yəni bu qırmızı alarm boş yerəymiş. Zaten sistem güncəldi. Sonra buradan düşürük aşağı. Burada cihaz yönetim uygulamaları 2-dən etkin uygulamalar girirəm bura. Cihaz takip mərkəzi, bir də Cyclone Log servisi. Bunları icazələrini həmişə az saxlamaq lazımdır. Cihaz takip mərkəzi odur ki, mən cihazıma əgər hansı cihaza bağlısam, mənim hal-hazırki cihazım itsə, mən onu digər buna bağlı olan cihazımda yerini tespit edə bilirəm. Cyclone Log servisi nədir? Ekranı gəldiğinde bu proqram sizə köməklik edir, yardım edir. Onun üçün bunu da bağlamaq olmaz. Bunlar açıq qalmalıdır. Amma əgər burada tanımadığınız hər hansı bir proqram görsəniz, onun icazəsini bağlamalısınız. Hətta özünüz belə yükləsəniz, onu yenə də bağlayın. Çünki heç bir proqrama etibar etmək olmaz. Hətta ən tanınmış proqramların belə xətaya uğrama şansı çoxdur. Sonra buradan çıxırıq. Şuraya aşağı. Burada güvən araçları var. Güvən araçlarına giririk. Etkin bir güvən, Smart Lock, Google. Bu həmişə açıq olmalıdır. Çünki Smart Lock sizin cihazınızın bütün idarə etmə sistemini o idarə edir də. Yəni cihazınızın hər şeyini o idarə edir. Onun harda əgər icazəsi varsa, bütün icazələri açıq elan etmək lazımdır. Əgər burada bayaq dediyim kimi tanımadığınız bir proqram olarsa və ya başqa açıq icazəsi olarsa, onu bağlayın. Çünki yeganə proqramdır ki, bütün cihazı ancaq o idarə edir. Getdik. Sonra Android güvənlik tarama. Bura giririk. Dəstəklənən uygulamalar 21 uygulama göstərir. Bura daxil oluruq. Burada gördüyünüz proqramlarda əgər hansı bir problem çıxarsa, cihaz onu qarşısına alır. Əgər necə deyim, zərərli bir virus yaranarsa, onun qarşısını alır. Bunlar mənim yüklədiyim proqramlar, təbii ki, sistem proqramlarına virus düşmə ehtimalı bunlardan qaynaqlanır. Cihazın durduq yerdə içinə virus düşməyi, əgər qarşıdan bir giriş yoxdursa, baş verə bilməz. Sonra burada nə yazdı? Gözünüzsə karandaşla işarə edeyim, birini halını oxuyuram. Baxın bu hissi. İndi Android güvəni tarama yalnızca Android cihazları dəstəklənən uygulamadakı güvənlik təhdidlərini alırlar. Canlı təhdid qoruması bazı uygulama və ya web sayfaları bilgilərinin sizi və ya cihazınızın tanımlamadan kontrol edilməsi üçün Google-a göndərir. Sonra indi yuxarını oxuyaq. Güvənlik tarama dəstəklənən uygulamalarda gəzinəcən siz zararlı bağlantılar və web sayfaları gibi güvənlik təşkilatlarına qarşı uyarır. Burada deyir ki, Android güvənlik tarama yalnızca Android cihazları dəstəklənən uygulamaları güvənlik təhdidlərini alırlar. Məsəl üçün, nə nəzərdə? İndi siz dəstəklənmirsə, o proqramın bizim cihazımızın nə işi var? Onu siz dəstəklənmirsə, biz onu yükləyə bilmərik. Onun da yolları var. Məsələn, burada ETV Smart var. ETV Smart'ın belə deyək, dəstəkləndiyi bir sürüm növü yoxdur. Sürümün sistemindən asılıdır. Məsələn, mənim cihazımın sürümü 5.1.2-dir. Amma mənim cihazım Android 13 olduğu üçün onu dəstəkləmir. Android 13, 14 və Android 15-də dəstəkləyir ancaq və Android 9-da bir də dəstəkləyir. Mən bunu burada necə işləmişəm? APK faylı yolu ilə. Düzdür, APK faylı ilə bəzi proqramlar işləmək zərərlidir. Amma mən bunu işlədiyim üçün zərərli deyil. Niyə görə zərərli deyil? Çünki ETV Smart əgər Android 9-da yüklənirsə, mənim də cihazım Android 13 olduğu üçün aşağı sürmə yüklənirsə, deməli yuxarı sürmə yüklənirsə heç bir zərər olmaz. Sadəcə nə dəstəkləmədiyini bilmirəm. Amma mən bunu APK faylı yoluna yükləmişəm. Əgər buradan hansısa bir virus qaynaqlanarsa, cihaz buna heç bir şey edə bilməz. Çünki bu necə deyim, bu dəstəklənməyən proqramdır. Ona görə burada yazdığı kimi ancaq dəstəklənən proqramlarda bu olur. Buna görə də oradan virus qaynaqlanarsa belə olur. Mən niyə bu riskə girmişəm? Çünki ESP Smart orijinal proqramdır və
ESP bu həsən ola bilər ki, ESP şirkətinə hər hansı bir virus düşərsə, hə, onda bəlkə ola bilər. Amma bu da çox nadir bir, necə deyim, təsadüf ola bilər. Belə. Buradan çıxırıq. Sonra ikinci ayarımız nədir? Yenə ayarlar bölməsini açırıq. Burada uygulamalar və bildirimlər var. Bura giririk. Burada mənim açdığım uygulamalar göstərir. Məsələn, YouTube, 3 dəqiqə öncə baxmışam. Sonra X-Ray Recorder, mənim ekran görüntüsü etdiyim proqramdır. Belə. Sonra buradan 53 uygulamanın tümünü görün var. Buna basırıq. Burada mənim yüklədiyim bütün proqramlar və onların boyutu göstərir gördüyünüz kimi. Əgər burada sizə tanış olmayan və sizin telefonunuzda mövcud olmayan proqramlar varsa, onları ortadan qaldırmağınızı məsləhət görürəm. Məsələn, burada Google Partner Setup var. Bunu bura girmədən başqa yerdə heç vaxt görə bilmərsiniz, amma bunu silmək olmaz. Çünki görürsünüz, bu Google bir proqramdır. Əgər sizin telefonunuzdakı hər hansı bir proqrama aid deyilsə, onu da silin. Məsələn, hava durumunu mən yükləməmişəm. Bu öz-özünə yüklənib. Onu mən silirəm. Bura girirəm. Qaldır. Bunu mən yükləməmişəm. Bu öz-özünə yüklənib və heç bir şeydə bağlı olmadığı üçün bunu silirəm. Bu formada bir-bir hamısını silməlisiniz. Sonra özel uygulama erişimine girirəm. 3 uygulama sınırsız veri kullanı bilir. Buradan indi kısıtlanmış veriyə girə bilirəm. Kısıtlanmış veriyə Google Play hizmətləri. Dediyim kimi, bunun bütün icazələri açıq olmalıdır. Bunu əgər bağlasanız, bu istədiyi yeri sizə kimi girə bilməz. Əgər burada Google Play hizmətlərindən başqa hər hansı bir proqramın icazəsi açıqdırsa, onu bağlamalısınız. Bu nə deməkdir? Məsələn, məndə Temunu bağlayıram. Bu nə deməkdir ki, məsələn, siz istəməsiniz də belə, sizin Wi-Fi-nizə qoşula bilər və sizin ayarlarınızı dəyişə bilər. Sonra bir daha hansıya baxaq, Wi-Fi kontrol deyil, bura giririk. Bunu Wi-Fi ilə işləyən bütün proqramlara icazə verin ki, Wi-Fi olmayanda sizə problemi açıqlaya versinlər. Sonra buradan kullanım erişimine girirsiniz. Baxın, kullanım erişimində security var. Security-yə mən işləməmişəm, sistem özü yükləyib. Və buna ehtiyac yoxdur. Google Play hizmətləri zaten var və bunlara ehtiyac olmadığı üçün bunun icazəsini bağlayıram. Bu sistemə hər hansı bir yol olaraq daxil edilmiş proqram ola bilər. İndi isə ən axırıncı ayarımız. Buradan daxil oluruq Play Marketə. Play Marketə daxil olduqdan sonra Gmail-in, yəni adınızın baş hərfinin üzərinə basırsınız. Və buradan uygulamaları və cihazın yönetimine girirsiniz. Güncəlləmələr deməli zararlı uygulama bulunmadı. Buna girirsiniz. Play Profit. Taranma saati 05:23. Hal-hazırda 21:58-dir. Yəni üstündən çox keçib. Sizə məsləhətim taranı basmaqdır. Gördüyünüz kimi yazıcı taranma davam edir. Bu biraz vaxt alacaq. Mən videonu dayandırıram. Qutalıqda sizə yenidən dönüş edərəm. Play Profit az öncə tarama yaptı. Zararlı uygulama bulunmadı. Eğer zararlı uygulama tapılarsa bunu silməlisiniz. Sonra buradan bir de ayarlara daxil oluruq. Bu iki ayar həmişə açıq olmalıdır. Uygulamalar Pre-Blockade tara, zararlı uygulamaların tespitini iyiləşdir. Bu iki uygulama həmişə açıq olmalıdır. Sonra kullanmayan uygulama izinləri. Girirəm bura. Bu nədir? Məsələn, 30 gündən, yəni bir aydan artıq hansısa proqramı mən işlətmirəmsə əgər, o proqramları silir. Məsələn, mənim 30 gündən artıq işlətmədiyim proqram yoxdur. Bunların hamısına quş qoyaq ki, hamısını göstərsin. Məsələn, baxın. Gmail izinləri qaldırmayacaq, fotoğraf izinləri qaldırmayacaq. Niyə? Məsələn, Gmail. Əgər məsələn, emailime ola bilər də, mən 30 gün ərzində mənə lazım olmursa, onu niyə silsin ki? Axı email də həmişə lazım olan bir şeydir. İndi mən 30 gün boyunca işlətməmişimsə, o demək deyil mənə heç vaxt lazım olmayacaq. Yəni belə önəmli proqramları, məsələn, Play Store, hesab maşinası, kamera, əsasda bunun şəxsi, necə deyim, cihazın şəxsi proqramları. Onlar heç silinmir. Belə. Videomuz bu qədərsində. Bəzən bunu dediyim casus proqramları aradan qaldırmaq üçün yazılmaq işləyirlər. Onun sonuna görə pul verirlər. Amma bizə lazım olan sadəcə harici baxmamızdır. Videomuz bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Necə aydın olmasa soruşa bilərsiniz. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək. Abunə atıb like atmağı da unutmayın.